Axşamınız xeyir, Məchulu Tapın şousuna xoş gəlmişsiniz. Bizə ayıracağınız 45 dəqiqə ərzində qonağımız olacaq Məchul Məşhurun bugünə kimi eşitmədiyiniz sirlərini açılacağına şahid olacaqsınız. O şəxsi həyatını mediadan gizlədə bildi. Göz önünə öz sənəti ilə gəldi. Bugünkü bizim Məchul qonağımız Azərbaycanın və Dağıstanın əməkdar artisti, müğənni Ədalət Şükürovdur. Ədalət, xoş gəlmişsiniz. Necəsiniz? Yavaş-yavaş gəlib çıxdıq sizin. Lap yaxşı. Ümumiyyətlə, inanırsınız belə bir ekstra hissi olan insanlara? Əlbəttə inanıram və mən yenə deyirəm, yaş artdıqca insan başlayır hər şeyə inanmağa. Buna görə də ekstra sensorika da var, xiramantiya da var. Əlbəttə ki, yəni mən inanıram hər şeyə. Onda necə düşünürsünüz? Birazdan bura 5 ekspert daxil olacaq və sizi araşdırmağa başlayacaqlar. Onlar sizi düzgün tapa biləcəklər? Mənə elə gəlir ki, əlbəttə ki, əşyalardan və yaxud hansısa bir elementlərdən taparlar. Amma siz o şəkilləri 10 nəfərin şəklini verməsəz, çətin taparlar. Amma gərək indi kömək eləyəsin. Ona görə də onun şəkili siz verirsiniz, 10 nəfərdən birini seçirlər. Bütün verilişi gizli notlardan izləyəcəksiniz. Ekspertləri görüb və onların danışdıqlarına reaksiya vermək imkanınız olacaq. Amma onlar sizdən məlumatsızdılar. Xatırladım ki, sizin veto hüququnuz var. Haqqınızda danışılan hər hansı bir söhbəti bircə dəfə imtina edib dayandıra bilərsiniz. İstəyirəm sizə gizli notağı yollamazdan öncə tamaşaçıları və sizi ekspertlərimiz haqqında çəkilən video çarxla tanış edəm. İzləyək. Gülayə Səfərova, parapsixoloq, tərtib etdiyi əlifba ilə insanın xarakteri haqqında məlumat verib, onu əhatə edən auranı mənfi enerjidən təmizləyə bilir. Vahid Məcidov, xiroman. Sol ələ görə keçmişi, sağ ələ görə isə gələcəyi söyləyərək, hətta insanın hansı xəstəliklərə düçar olduğunu müəyyən edir. Murad İsayev, psixoloq, tərtib etdiyi psixoloji testlər və abstrakt şəkillər vasitəsilə insanın xarakterini təyin edə bilir. Kriminalist Teymur Baloğlanov şəxsin tək əl yazısını görməklə onun haqqında özünün belə bilmədiyi həqiqətləri aça bilir. Onun gözündən heç nə yayınmır. Şəffaflığı qorumaq üçün ekspertlər Məchulun kimliyindən məlumatsızdılar, eləcə də onlar bir-birlərini eşitməsinlər deyə xüsusi qulacıqlarla təmin olunublar. Görəsən onlar bugün Məchulu tapmaq üçün çıxdıqları yolda bu tapşırığın öhdəsindən gələ biləcəklərmi? Beləliklə, mən birinci turun başlanmasını elan edirəm. Hörmətli ekspertlərimiz, hər birinizi xoş gördük. Birinci turda bilirsiniz ki, bizim vasitəmizlə sizə verilən, yəni Məchula aid olan əşyaların köməyi ilə siz onun xarici görünüşünü təyin etməlisiniz. Cinsi, boyu, çəkisi, gözlərinin rəngi və saçlarının forması haqqında məlumat verməlisiniz. Hazırsınızsa hər kəs qulacığını geyinsin. İlk olaraq isə psixoloq Murad İsayevi dinləyəcəyik. Demək, mən testlərlə müəyyənləşdirdim, baxdım testlərin. Əvvəlcə onu deyək ki, testlər hansı testlərdən siz keçirmişsiniz Məchulu ilk olaraq? Deməli, birinci mən rəngləmələrdən istifadə elədim. Yəni ki, bizim, belə deyək də, Məchul olan insan rəngləmələri karandaşlarla rənglədi. Yəni, özü istədiyi kimi rənglərə uyğun rəngləməliydi. Özü istədiyi kimi, bəli, rənglədi. Burada da biz rənglərin bir-birləri arasındakı o, belə deyək də, ardıcıllığı və hansı rəngi harada istifadə olunmasından onun xarakterini müəyyənləşdirmək mümkündür. Nədənsə, bu xarakter forması daha çox, belə deyək də, kişi xarakter forması kimi mən hiss elədim, gördüm buradan. Misal üçün, yəni oradakı rənglər necə ola bilsəydi, o xanım ola bilərdi? Niyə görə kişi olduğunu xanımlar adətən daha emosional olurlar. Yəni ki, bu mərkəzdəki fiqurları daha çox qırmızı rənglərdən çox istifadə edirlər. Və düzdür, bəzi kişilərdə də olur ki, qırmızı rənglərdən istifadə eləsinlər, amma buradakı konfigurasiyaları bir balaca, belə deyək də, nisbətən emosional olmayan insan, yəni daxilən emosionaldır, daxilən, belə deyək də, dəyişkən xarakterə malik olan insandır və biraz, yəni içində biraz o daima əyləncəyə, daxilən əyləncəlidir və xaricən isə ciddi görünmək istəyən bir insandır. Belə deyək də, təxminən görünümündə fikirləşirəm ki, 40-45 və üstü ola bilən insandır. İnsanlara harasa uyğunlaşmağa, diyalog qurmağa
cəhd eləyib çalışqanlığı ilə ortaya çıxmaq istəyən insandır və liderlik xarakteri olan bir insandır. Təşəkkür edirəm. Murad, zəhmət olmasa siz qulaqcığınızı geyinin. Ekstrasens Almaz xanımı dinləyəcəyik. Almaz xanım. Məchulu birinci turda hansı vasitənin köməyi ilə tədqiq etməyə çalışmısınız və aldığınız nəticə nədir? Mən bu insan haqqında onu deyə bilərəm ki, kişi xeylağı görəm, kişidir. Məncə o bilərzik, xanım bilərziyidir. Niyə kişi olduğunu fikirləşirsiniz? Mən onu deyim ki, sizə xeyr, bu xanım deyil. Mən onu deyə bilərəm ki, bu pay hədiyyə olunan bilərzikdir. Bu insanı mən kişi xeylağı görəm, alçaq boy kimi görəm, dolu kimi görəm, çox arıq görmürəm. Alçaq boy deyəndə, yəni hansı ölçüdədir yəni boyu? Onun boyun, açığı deyim ki, mən onun santimetrini deyə bilmərəm. 1.60-dan 68, nə bilim, çox lap alçaq deyil, lap çox da hündür deyil. Orta boylu bir insan kimi görəm, dolu görəm. O insan elə bil ki, saçlarında tökülmədə görəm. Onun saçında qıvrımlıq da görəm. Qıvrımlıq da görəm. Bizim məchul qıvrım saçlı bir qıvrım saçlı kimi görəm o insanı. Özdə ki, o insan rol arxasında da tez-tez olur. O insan haqqında... Yəni avtomobil bəli, olur. edir, o insan demək olar ki, uzaq yerlərdə bir müddət yaşayıb. Uzaq yerlərdə bir müddət yaşayıb, sonra gəlib öz ölkəmizə. O insan o qədər müsbət enerjilidir ki, Fidan xanım, istəyirəm ki, hər şeyi tökəm deyəm o insan haqqında. Yəni, o insan o qədər mənə müsbət enerji verib ki, istəyirəm dayanmadan o adam haqqında danışam. Amma istəyirsiniz, ətraflı məlumatı ikinci tura saxlayaq. Hələlik isə minnətdarıq. Zəhmət olursa qulaqcığınızı geyinin. Kriminalist Teymur Balığlanovu dinləyəcəyik. Teymur, mənim zəhmət olmasa qulaqcığınızı çıxarın və ilk olaraq birinci turda məchul haqqında hansı qənaətə gəlmişsiniz, bizimlə də bölüşün. Birinci turda mənə qonağımızın imza nümunələri təqdim olunubdur. Bundan başqa yaxşı məlumdur ki, qonağımız 3-cü müsbət qan qrupuna malik şəxsdir. Birinci növbədə onun imzası ilə bağlı, onun psixoloji portretinə aid fikirlərimi söyləmək istəyirəm. Əvvəl onu deyim ki, qonağımız bir qədər qapalı şəxsdir. Elə də nikbin onu hesab etmək olmaz. Ruh düşkünlüyü və ruh yüksəkliyi onda bir-birini daim əvəz eləyir. Sadə bir insandır, sir saxlamağı bacarır. 3-cü qan qrupuna malik bir şəxs kimi o müstəqil peşəyə üstünlük verən şəxslərdəndir. Kənar müdaxilələri sevmir və digər şəxslərin ona məsləhət verməsini, işinə müdaxilə etməsini qətiyyətlə qarşısını alır. Yəni buna qısqanclıqla yanaşır. Fizioloji keyfiyyətlərinə gəldikdə isə hesab edirəm ki, bu şəxs kişi cinsindəndir. Boyu kişi üçün çox da uca deyil. Hardasa təxminən 1.70 olar boyu. Çəkisinə gəldikdə hesab edirəm ki, çəkisi də hardasa 80 kiloqram ətrafındadır. Onun digər keyfiyyətləri ilə bağlı isə ikinci turda çalışacağım, məlumat verim. Təşəkkür edirəm Teymur, mənim zəhmət olmasa qulaqcığınızı geyinin. Kiramant Vahid Məcidovu dinləyəcək. Vahid müəllim, məchulun sol əlindən aldığınız informasiyanı bizimlə də bölüşün. Burada çox dərrakəli bir insanın əli var. Həqiqətən nəsə belə bir ki, dünya görmüş, çox təcrübəli bir adamdır. Məsələn, bu əllər çox pulzayıb. Ümumiyyətlə, çünki onun barmaqlarının ucu elədir ki, həm çox təcrübəsi var, həm də ki, barmaqlardan pul yiyər. Həm pul saymağı çox bacarıb bu adam, həm onun içində olub. Xəzinədardır yəqin ki, bizim məchul, hə? İnanmıram xəzinədar olan. Nəsə, bundan qarman səsi gəlir. Bəlkə də qarman ifa etməyə çox əla bacarır. Qarman? Çünki musiqi alətini də bacarır. Qarman yox, gitarı. Yəni, musiqi alətini də ifa etməyə bacarır. Boy çox hündür deyil bu adamda. Çünki əlinin formasından elə görsənir. Ola bilsin ki, 1.70-ə qədər, bəlkə də 1.68-dir. Amma çəkir, çox ehtimal ki, 80-82 bu belə göstərir. 82 amma bu insan 82 deyil. Əhatəsi həddən çox böyükdür bu adam. Mənə elə gəlir ki, bu ağ bənizlidir, saç seyrək olmalıdır bu insanın. Var biraz. Çünki əlinin üstündəki, lap üst tərəfindəki xırda tüklər ondan xəbər verir. Bəs yaşı neçədir bizim məchulun? 50-yə yaxın olmalıdır. Məsəl üçün,
47, 48, 49, bəlkə nəsə 50-yə yaxın bir yaş üstə bilərdim mən bu adamda. Amma yenə də deyirəm ki, uşaqlıqdan çox cəld olub. Yəni bu civə kimi qaynayan bir adam olub. Nədirsə, su hövzəsində yaşayıb laf əvvəllər. Su? Sonra dəmir yolları görsənilməz. Orada nə işi var onu bilmirəm, amma su yox, su altı gəmində olmuş. Qatardan təhlükə də hiss olunur ki, bu adamda olub. Təşəkkür edirəm, zəhmət olmasa qulaqcığınızı geyinin. Parapsixoloq Gülayə Səfərovanı dinləyəcəyik. Gülayə xanım, gördüyüm qədərilə məchulun qol saatı sizin əlinizdə var və ondan aldığınız məlumatı söyləyərdiniz bizədən. Bu saat taxtadandır. Görün bu saata aid nə deyəcək? Bu saatdan aldığım informasiyaya görə qonağımızın kişi olduğunu deyə bilərəm. Hər halda 50-50-yə. Ona görə ki, ikinci tura hələ hazır deyiləm. Qonağımızın boyu, yəni çox hündür görmürəm, amma özü belə qamətli demək istəyirsiniz yəqin ki, hə? Belə qamətlidir, belə tihdir, girdə sifət var. Elə saatın özü kimi qaraya, karışniyə baxan, yəni belə şabaldı gözləri görürəm. Saçı da, yəni deməzdim, çox qaradır, yəni yenə də qara şabaldı belə rəngi var. Çəkisi nə qədər ola bilər? Görünüşü olsa belə, amma daxilində bir tərsliyi də var, xarakter olaraq, yəni elə bir içində bir tərsliyi də var. Anlaşmayan bugünü ilə dünəni tam fərqli görünən bir insandır və dünənini unutmayan bir şəxs deyərdim. İndi qadın kişi hələ tam demirəm, amma heç keçmişini unutmayan, bugünündə görünür, yəni əgər dünən ayla ay etsə, bugün günəşdir, amma dünənini unutmayan bir şəxsdir bu. Çəkisi deyərdim, nə bilim, 65, 68, boyu bir yenə 65, 70 ola bilər. Yaşını belə çox yəni yaşına baxırsan, görünüş burada azdır. Rəqəm olaraq deyə bilərdim ki, bu yaş 43-dən nə bilim 48 ya 45 olar belə. Yaşı çox verə bilmirəm. Təşəkkür edirəm Gülayə xanım, zəhmət olmasa qulaqcığınızı geyinin. Birinci tur işini yekunlaşdırdı. Mən isə məchulun ilkin təəssüratını öyrənmək üçün onun yanına gizli otağa yollanıram. Ədalət Şükürovun yazısını tədqiq edən kriminalist onun hansı cəhətini aşkar etdi? Xırda bir detala fikir verdim burada. Verdiyi məlumatlarla məchulda şübhə yaradan ekstrasens Şükürovu nədə ittiham etdi? Siz çox yalancı insansınız. Parapsixoloq məchulun ailə münaqişəsindən danışacaq. Problemlərin səbəbi əslində nə idi? Ev ailə münaqişələri kimi müğənninin həyatını xarakterizə edən Xiramant onun qaranlıq məqamlarından danışdı. Az qala gülləyə tuş gələ bilərdi. Məchulu psixoloji testlərdən keçirən psixoloq Şükürovu xarakterizə etdi. Özü üçün yaşayan insandır. Məchulu tapmağa çalışan ekspertlərdən müğənni kimə inanacaq? Nə var onda deyir, maşallah. Bu və digər məlumatları tezliklə biləcəksiniz. Ədalət müəllim, ekspertlərimiz sizi təəccübləndirə bildi ilk turdan sonra? Durum deyim, nəsə belə, ay, nə var onu da dedilər, yəni belə də deyim, maraqlıdır bu mənim üçün, mən belə də maraqlı deyil, amma nə var onu dedilər də. Ümumiyyətlə, yəni düzgün məqamlara toxundular hələ ki. Düzgün su ilə bağlı Xiramant düzdür, amma dəmir yolu ilə. Nədirsə, su hövzəsində yaşayıb laf əvvəllər. Sonra dəmir yolları görsənilməz. Orada nə işi var onu bilmirəm, amma... Yox, mən dəmir yoluna heç bir əlaqəm olmuyor. Amma belə su ilə o məni cəlb elədi. İkincisi də o saat məsələsi, saat taxtadandır özü korpus. Bahalı bir taxtadandır. Ona görə də onun yüngüllüyü o xanımı çaşdırdı. Yəni bu saatdan aldığım informasiyaya görə qonağımızın kişi olduğunu deyə bilərəm. Hər halda 50-50-yə. Kişidir ya qadını da tuta bilmir. Mən onu özüm vermişəm o saatı ki, tuta bilməsin. Yoxsa mən də başqa saatı versəm 100% deyəcəkdilər ki... Demək istəyinizə nail oldunuz və ekspertimizi çaşdıra bildiniz. Su hövzəsi ilə bağlı. Yəni, su hövzəsi ətrafında, yəni Sumqayıtda bilirik siz doğulmusunuz. Yəni dəniz kənarında olmalı. Birincisi dəniz kənarı, ikincisi mən su altı gəmidə qulluq eləmişəm 3 il yarım. Üçüncüsü də mən ki, dənizi sevirəm. Belə. Bir də dəmir yolundan, hətta qatarla nəsə bir təhlükəniz olub. Olub ümumiyyətlə həyatınızda belə bir şey? Yox. Hətta qatardan təhlükə də
hiss olunur ki, bu adamda olur. Olmayıb. Heç qatarla mən o belə deyək də, tələbə vaxtlarında qatarla gəlmişəm, ondan sonra heç qatarla ümumiyyətcə istifadə eləmirəm. Xarakteriniz haqqında məlumatlar verdi. Düzgün gəldi ümumiyyətlə? Hər şey düzgün gəldi, düz də deyirlər. Ona görə də mənim üçün belə bir şey yox idi ki, mən deyim, nə danışdılar, bu necə tapdı bunu, o belə bir şey yox idi. Orada o birisi xanım da hamısını açdı, dedi, valla bilməm, neçə nəfər ailəyə onacan dedi. O belə. Yəni, belə başa düşdüm ki, o xanım hələ ki sizdə sual yaradıb, yəni söylədiklərinə qarşı. Yox, necə tez hər şeyi dedi, bax, bir dənə o mənə tərcümə. Məchulun kimliyindən bixəbər olan ekspertlər onun xarici görünüşünü təsvir etməyə çalışdılar. 40-45 və üstü ola bilən insandır. Onun saçında qıvrımlıq da görürəm. Boyu kişi üçün çox da ucad deyil. Mənə elə gəlir ki, bu ağ bənizlidir. Şabaldı, gözləri görürəm. Məchulun psixoloji portretini çizib onun inamını qazandılar. Nə var onu deyirlər də. İkinci tur daha maraqlı olacaq. Ədalət Şükürov hansı ekspertə qarşı veto hüququnu işlədəcək? Mən istəmirəm bu mövzu haqqında ümumiyyətcə danışsınlar nəsə. Dayandırın verilişi. İndi biləcəksiniz. Məchulu tapın şousuna baxırsınız, mən ikinci turu elan edirəm. Hörmətli ekspertlərimiz, birinci turda söylədiyiniz fikirlər təəssüf ki, hər biri doğru deyil. Lakin təəssüflənməyək, çünki ikinci tur üçün sizin daha geniş vaxtınız var və söyləyəcəyiniz məlumatlar da bol olacaq. Yəqin ki, biraz öncə məchuldan alınıb sizə verilən əşyaların köməyi ilə ikinci turda siz onun xarakteri, hansı peşənin sahibi olduğu, keçmişi və gələcəyi, nədən qorxduğu və nə ilə maraqlandığı haqqında məlumatları bizə verməlisiniz. İstəyirəm əvvəlcə ikinci turda məchulu hansı vasitənin köməyi ilə öyrənəcəksinizsə, həmin əşyalarla tanış olaq. Əşyalarla tanış olduq. Ekspertlər xatırladım ki, bu tur üçün sizə verilən vaxt 2 dəqiqədir və beləliklə vaxt getdi. Ekspertlərimiz sizə verilən vaxt sona yetdi. Xahiş edirəm, hər kəs tədqiqatını yekunlaşdırsın və qulaqcıqlar geyinilsin. İlk olaraq isə kriminalist Teymur Balaqlanovu dinləyəcəyik. Teymur müəllim, bu həftəki məchul bizə nə yazıb? Əvvəlcə onu səsləndirin, zəhmət olmasa. Məchul qonağımız 3 qısa cümlədən ibarət yazısını təqdim edibdir. Yazılar belə səslənir. Almanı ye saya-saya, armudu ye soya-soya. Torpaq, qum, sahil, günəş və tez qurtarsa idi, yaxşı olardı. 3 qısa cümlə və artıq 3 qısa cümlə də olsa yəqin ki, sonuncu cümlə bizim qonağımızın xarakteri, onun peşəsi haqqında müəyyən fikirlər söyləməyə imkan verir. Əvvəla onu deyim ki, yazının icra olunması, yəni hansı əlifbalı icra olunmasından sonra artıq onun yaşı barədə demək olar ki, onun yaşı 40-dan az deyil. Amma hesab edirəm ki, həm də onun yaşı 50-dən çox deyil. Yəni 40-50 arasındadır. Yazı, dediyim kimi, Kiril əlifbası ilə icra olunubdur. Yazıdan həmin şəxsin səbirsiz olduğu hiss olunur. Yəni o açıq aydın. Səbirsiz ona görə ki, veriliş çox çətin keçir və çox çətin verilişdir. Ona görə deyirəm, tez qutarsa yaxşı olar veriliş. Olması, təbiəti sevməsi, xüsusilə dənizi sevməsi açıq aydın görünür. Bu həm də həmin şəxsin tənha olaraq təbiətin qoynunda gəzməyi xoşlamasını göstərən fikirlərdir. Digər tərəfdən hesab edirəm ki, bu şəxsin şeir
deməyə və ya mahnı oxumağa həvəsi bu yazılarından görsənir. Bu yazılardan bu fikrə gəlmək olar ki, həmin şəxs müğənnidir. Və çox maraqlıdır ki, mən xırda bir detala fikir verdim burada. Nədənsə mənə elə gəldi ki, bu şəxs üçün Azərbaycan dili ilə yanaşı həm də rus dili çox işlək dildir. Yəni, o qrammatik müəyyən yazıda səhvə yol veribdir. Ona görə mən bu fikri söyləyirəm. Yarı Azərbaycan Kiril, yarı Latin alifbası. Təşəkkür edirəm Teymur bənim, zəhmət olmasa qulaqcığınızı geyinin. Ekstrasens Almaz Yolçevanı dinləyəcəyi. Almaz xanım, zəhmət olmasa qulaqcığınızı çıxarın. Məchulun şərfi sizdə var. Və buyurun, sizi dinləyək. Bayaqlarıma birinci turda da dedim ki, mən bu insandan o qədər müsbət enerji aldım ki, yəni istədim oturam ondan saatlardan danışam o insanla. Görəsən, o sizdən müsbət enerji aldı. Sizcə necə düşünürsünüz? Mən inanam ki, alacaq. Buna 100% arxain olun. Burada söz verəm mən sizə. O çox çətinliklərlə üzləşmiş bir insandır. Bir dəqiqə elə bil ki, ağ saruşqada görəm o insanı. O insan elə bir ki, sənət adamı olsa da, efirə çıxsa da çox bəzəkli şeylərə üstünlük verən insan deyil. O insanın yaşı da cütdür, övladı da cütdür. O insanın anadan olduğu tarixi də cüt görəm. O insan gözə də inanır, nəfsə də inanır, ola bilər deyər, inanmıram. O insan bu yaxınlarda çox çətinlik anlara rast gəlib. Nə kimi anları, yəni nə çətinliyi olub? Nə biləm, o insan həyatında çətinlik anları olub. O insan özdəkin bir ekstrasens insanla da görüşüb. O insana kömək lazımdır. Siz tanıyırsınız həmin ekstrasensi? Kimlə görüşə bilər o? Demək olar ki, tanıyıram, tanımıram deyə bilmirəm. O insan kimlənsə görüşüb. Mən buradan o insana deyirəm ki, həmən sənət insana, o insanın köməyə ehtiyacı var. Desə də ki, mən belə şeylərə inanmıram. Qətiyyən onda mən üzü-üzünə deyirəm ki, siz çox yalancı insanısınız. O insana elə bir ki, neyəsə belə çox bağlanmışam. Elə belə o insanlar, o insan qızıl əşyalara çox üstünlük verir. Qızıla üstünlük verən insandır. Bu insan adına yetəricə əməl cadı eləyirlər. Bu insan... Kimlər eləyir ona əməl cadı? Onu aça bilərsiniz? Bəli, özünə deyə bilərəm mən o insana kimlər... O sizi indi hal-hazırda dinləyir. Siz deyin, o eşitsin. O insanı elə bir ağ maşında görəm, hündür maşında. Onun övladında da özünün adından görəm. Öz adının hərfindən övladında da görəm. Hansı hərfdə o? Bəlkə onu da deyəsiniz bizə. O insanı elə bil ki, əyə oxşayan hərfdə görəm. Özündə də, övladında da elə hərf görəm mən. Təşəkkür edirik. Sizə zəhmət olmasa qulaqcığınızı geyinin. Bugünə kimi ciddi görməyə alışdığımız Ədalət Şükürovun həyatının bizə məlum olmayan tərəfləri açılır. Qrammatik səhvə yol veribdir, ona görə mən bu fikri söyləyirəm. Bir ekstrasens insanla da görüşüb. Müğənniyə mane olan insanlar əslində kimlərdir? Öz tanıdığı qohumlarından həmişə çox ehtiyatlı olsun. Şükürovun ekspertlərə cavabı nə olacaq? Tezliklə biləcəksiniz. Ekspertlər məchulu araşdırmağa davam edirlər. Məchulun əlyazısını tədqiq edən kriminalist onun sənətini müəyyən etdi. Həmin şəxs müğənnidir. Şükürovun yaşadığı problemlərindən danışan ekstrasens onun köməyə ehtiyacı olduğunu vurğuladı. Ekstrasens insanla da görüşüb, o insana kömək lazımdır. Məchulun yazdığı hərf və rəqəmləri araşdıracaq parapsixoloq hansı həqiqətlərin üstünü açacaq? İndi biləcəksiniz. Parapsixoloq Gülay Səfərovanı dinləyəcək. Gülay xanım, Məchul sizə hansısa hərfləri yazıb yollamışdı? 7 rəqəm, 7 hərf xahiş eləmişdim. Səsləndirin, hansı rəqəmlərdir? A, W işarəsi, D, S, I, C, M. Rəqəmlər nə idi bəs? Rəqəmlər 3, 7, 22, 11, 2, 0, 2, 100, 04. Sağ olsun, yəni bəzi şeylərdə özü kömək elədi. Həyatı çox keşməkeşli olmuş, həyatı çox, yəni yoxdan vara gəlmiş. Yəni o dərəcədə, aşırı dərəcədə yox, hər şeyi özü ayağının üstündə qurmuş şəxs görürəm. Sənət haqqında bir şey deyə bilmərəm. Buradakı rəqəmlərdə yəni göstərir, A hərfi mən bildiyim qədər baş hərfini göstərir. Özünün mü, ya doğmalarının mı? Xaraktercə bir tərsliyi var. Biraz özünü əhval-ruhiyyəsiz görürəm. Belə, yəni bizə göründüyü forması başqadır, özünün içində çəkdiyi bambaşqa bir şeylər var.
Mən deyərdim ki, narahat olmasın, bu uğursuzluqlar keçib deyir bundan. Görünməyən bir şeylər yaşadı, daha doğrusu göstərmədiyi bir şeylər yaşayıb. Ev, ailə münaqişələri kimi içlərində özləri həll elədi. Evlad olaraq bir deyə bilərəm, amma sonunda bir işarə belə bir xət kimi görürəm, deyirəm bəlkə də ikidir. Mən bir dənə qonağımıza görməmiş üzün deyə bilərəm ki, bu öz tanıdığı qohumlarından həmişə çox ehtiyatlı olsun. Əgər göz nəzər yandırsalar, elə öz qohumlarının adını çəksin. Gülər xanım, bizim Məchulun hər hansı bir sirri varmı və yaxud da nədən qorxur? Bunları müəyyən edə bilirsiniz? Bunun sirrini bir Allah bilər, bir də özü bilər. O qədər qapalı insandır. O qədər qapalı insandır. Görünüb göstərdiyi gülüş bizlərə bambaşqa ola bilər. Özündə safsın buradan aşağı bir başqa həyatı var. Bir başqa, nətər deyim, mühiti var deyərdim. Göstərmədiyi bir tərəfi var çevrə. Tam aça bilmirəm, amma çox yaxşı bir insandır. Heyvanları sevir. Bəs özünün yəni bəslədiyi bir heyvan var mı? Özünün bəslədiyi özəl olaraq çox böyük döylü, deyim atdır, fildir, nəsə saxlayır. Yox, balaca heyvan görürəm, nəsə. Heyvanat aləmi ümumiyyətcə sevir insanları, əzilmiş adamları. Təşəkkür edirəm Gülər xanım, zəhmət olmasa qulaqcığınızı geyinin. Xiramant Vahid Məcidovu dinləyəcək. Vahid mənim zəhmət olmasa qulaqcığınızı çıxarın və Məchulun bu turda sağ əlini incəliyirsiniz. Sağ əlindən də mən müəyyən məlumatlar əldə etdim və hər iki əli analiz edəndə görürəm ki, doğrudan da bu adam çox ekstrem adam olub. Biraz konspektlər də etmişəm özüm üçün və çox yəni, dünya riski sevən görmüş. insandır, düşünürsünüz? Çox dünya görmüş adamdır, bəli, çox ekstrem adamdır. Biraz hərbiçiliyə meyilliyi var. Hərbiçi mi olub, yoxsa indi hal-hazırda hərbiçidir? O sənəti də sevir, o sahələrə də meyilliyi var. Yəni, xoşlayır, sanki bu idarə edən adam olmasa da, biraz o sahələrlə məşğul olub. Sanki eyni vaxtda bir neçə yeri idarə edir. Mən bilmirəm, bu ofis olubmu, firma olubmu, şirkət olubmu. 23-25 yaşlar biraz təhlükəli dövr olub vətəndən kənarda. Az qala gülləyə tuş gələ bilərdi. Bəlkə də üz nahiyəsindən, başından zərbələr də alıb bu insan. Çox maraqlı bir şeydir. İki bacı bu insanı sevib eyni vaxtda. İki bacıdan sevgi görüb bu adam, amma erkən vaxtlarda, amma o bacıları almayıb heç birini. Yəni, belə çox ailə canlıdır. Ailə qrup? Təxminən mən elə başa düşəm ki... Demək, ailə qrup mu? Yox, ailəlidir. Hətta ailə dövründə çox ehtimal ki, bunun 2 uşağı var. Musiqini əla bilir. Amma mən sizə deyim ki, çox yəqin musiqi yerlərində olub. Bilmirəm diskoteka mı, bilmirəm toylar mı, belə yerlərdə çox olub. Orada olmaqla musiqini əla bilmək olar, yoxsa bunun üçün gedib aransı bitirmək lazımdır? Əslində musiqi ilə məşğuldur, əslində. Əslində musiqi ilə məşğuldur. Amma çox, mən bayaq demədim, deyəsən bu adam vaxtı ikən arada biraz silah da gəzdirib. Deyəsən, boksla məşğul olub özünü müdafiə üçün və belə bir şeylər olub. Çünki gərgin bir mərhələlər yaşayıb. Və nəticədə onun peşəsi nədir? Mən bunu musiqi kimi götürərəm. Həm musiqi alətini ifa etməyi bacarır, həm oxumağı bacarır bu adam. Bu adam həm kasıblar sevir, həm kriminalistlər sevir, həm dövlət adamları. Təşəkkür edirəm Vahid mənim, zəhmət olmasa qulaqcığınızı geyinin. Ekspertlər artıq Ədalət Şükürovu xarakterizə etdilər. Təbiətin qoynunda gəzməyi xoşlamasını göstərən fikirlərdir. O insan gözə də inanır, nəfsə də inanır. Bizə göründüyü forması başqadır, özünün içində çəkdiyi bambaşqa bir şeylər var. Çox dünya görmüş adamdır, bəli, çox ekstrem adamdır. Məşğul olduğu sənət haqqında məlumat verib övladlarının sayını müəyyən etdilər. Evlad olaraq xət kimi görürəm, deyirəm bəlkə də ikidir. Növbə psixoloqundur. Məchulu araşdıracaq ekspert onu doğru təxmin edə biləcəkmi? Tezliklə biləcəksiniz. Ekspertlər Ədalət Şükürovun xarici görünüşünü təsvir etdilər. Seyrəlmiş saçlarından və artıq çəkisindən danışdılar. Girdə sifət var. Mənə elə gəlir ki, bu ağ bənizlidir. O insan elə bil ki, saçlarında tökülmədə görürəm. Son söz psixoloqundur. Məchulun çəkdiyi şəkillər onun hansı xarakterindən xəbər verir? İndi biləcəksiniz. Və sonda psixoloq Murad İsayevi dinləyəcək. Murad müəllim, göndərdiyiniz test nə idi? Əvvəlcə onun haqqında bizə məlumat verin. Göndərdiyim test natamam 8 fiqur idi. Hansı ki, fiqurları tamamlaması bir insan xarakteri haqqında müəyyən məlumatlar verir. Və buradan belə qənaətə gəlirəm ki, deməli bu insanın
daha çox əyləncə və yaradıcı xarakterinə malikdir, xarakteri var. Belə deyək, biraz özünə görə yaşayan insan tipajdır. Liderliyi sevən insandır, yəni liderlik xarakteri var. Amma yəni o belə bir atalar misalı var, nəvzə görə şərbət vermək. Yəni hər bir insanla olduğu kimi rəftar eləməyi xarakteridir. Bir də daha çox belə deyək də romantik xarakterli insandır. Yəni öz aləmi olan bir insandır. Özünə qapanıb, özü üçün yaşayan insandır. Baxmayaraq ki, məqsəd yönlülük, ondan sonra liderlik xarakteri var. Bu psixologiyada biz həzzə yönələn tip insanlar deyirik. İki tip insan var. Ağrıdan qaçan insanlar var, həzzə yönələn insan var. Yəni bu insan özü üçün yaşayan insandır. Ola bilər ki, bəzən dəyişsin, bəzən insanlar onu fərqli cür görsün, bəzən tamamilə fərqli cür görsün, amma biraz insanların düşüncələrindən fərqli olaraq öz aləminə görə hərəkət edən insandır. Daha çox fantastik təfəkkürə malik olan insandır. Yəni, belə deyək də, özünün öz düşüncə, ola bilər ki, texnoloji hansısa bir fantastik fikirləri olsun ki, bu da romantik daha da uyğundur. Fantastik, məncə fantastikadan xoşum gəlmir. Texnoloji fantastik, uçan aparatda, belə deyək, onun çəkməsi, tamamlaması və boş yerdə özünün, deyək ki, telepuizik çəkməsi. Burada boş yerə telepuizik çəkməsi, bu da insan hal-hazır dövrdə daha çox belə deyək, əyləncə, belə deyək, bir balaca əylənməyi bəlkə də özünü təşviq edir ki, rahatlansın, sakitlənsin, bu da ola bilər. Amma çox konkret, çox məqsəd yönlü, nə istədiyini bilən, insanlardan sevgisini tapa bilən, dediyim kimi, hər bir insandan öz dilində danışa bilən insandır. Təşəkkür edirəm Murad, Zəmi Tomusa qulaqcığınızı geyinin. İkinci tur sona yetdi. Mən isə ekspertlərin söylədiklərinə məhçulun münasibətini öyrənmək üçün gizlin otağa gedirəm. Hədəf mən 2 nəfər bacının sizi sevdiyini, siz onlarla, yəni, belə deyək, ailə qurmadığınız haqqında söylədilər. Ümumiyyətlə, olub həyatınızda belə bir şey, hadisə? Vallahi 2 bacı məni sevib. Ümumiyyətlə, sizin məlumatınız olub bunlar? Yox, olmuyor. Ümumiyyətlə, dedilər ki, sizi 3 istiqamətdədir sizi sevənlər. Onu da Xiraman söylədi yer gəlmişkən. Həm kasıblar sevir sizi, həm devlət adamları sevir, həm də kriminalistlər sevir. Nəyəsə, kriminal aləm sevir. Günah xanım, niyə sevməsinlər məni? Qəşəng mahnılar oxuyuram, hamı xoşuna gəlir. Ona görə də mən fəxr edirəm ki, mənim mahnılarım balaca uşaqlar da oxuyur, yaşlı insanlar da oxuyur. Vəzifədən və yaxud hansısa bir öz işindən asılı olmayaraq mahnılar elə bir şeydir ki, yəni onun ona dəxlisi yoxdur. Əgər insanın xoşuna gəlirsə, mənə gələcək, əgər gəlmirsə, gəlməyəcək. Ona görə də hamının xoşuna gəlir. Belə deyək də, hamının xoşuna gələ bilməz, çoxunda xoşuna gəlmir, amma o xoşuna gələn insanlar o xoşuna gəlməyənlərdən çoxdur, onu mən sizə 100% deyirəm. Xarakter etibarilə qapalı insansınız, yəni bölüşməyi sevmirsiniz həyatınız haqqında? Yox, ümumiyyətcə, şəxsi həyat ona görə də o şəxsidir ki, heç kim oraya daxil ola bilməz. Nə sizin şəxsi həyatınızda, mənim, ona görə də o şəxsidir, məxfidir. Bölüşmək, bilirsiniz, nə qədər az danışdın, o qədər sənin işlərin yaxşı gedəcək. Ona görə çalışıram, heç kim üçün danışmamaq. Peşənizi müəyyən etməyə çətinlik çəkdilər. Nəsə dedilər, ya bizneslə məşğuldur, ya qarmon ifaçısı dedilər, düz ifaçı deyən də oldu. Ümumiyyətlə, hansı ekspert sizi çox təəccübləndirdi bax bu turda? Müəyyən fikirlər var və genişdir, çox fikirlər. Mən incəsənəti bitirmişəm. Sankt-Peterburqda İnstitutun Akademiyasını. Sonra mən bitirmişəm İqtisadiyyat Universitetin, Akademiyanı bitirmişəm və İqtisadiyyat üzrə elmlər namizədiyəm. Ona görə də bunları çaşdırır biraz. Görürlər ki, burada da varam, burada da varam və düz dedilər ki, oxumamışdan, yəni bu səhnəyə, böyük səhnəyə çıxmamışdan qabaq, söhbət gedir 2000-ci iləcən mən başqa işlərlə məşğul idim. Yəni belə, bizim kasıbçılığımız da olub, bizim yaxşı günlərimiz də olub və
həyatda heç kim deyə bilməz ki, mən heç vaxt kasıb olmayacam. İnsan görsən ki, kasıb da ola bilər, birdən-birə var olandan sonra. Yəni, həyatda hər şey ola bilər, mən hər şeyə bu həyatda hazıram, ümumiyyətcə. Saçınızı tökülən kimi görürdü nəsə ekspertlərimiz? Belə deyək də, biz də artıq cavan oğlan da deyilik, ona baxmayaraq indi insandır, yaşı artdıqca saç da tökülür, görürsən, ağıl da gedir, səs də göbuddaşır biraz. Ona görə də bu normal bir şeydir. Yəni, mən görməmişəm ki, 80 yaşında və yaxud belə deyək də 45 yaşından sonra çox insanların saçı tökülür. Məndə belədir. Belə də qəbul edirəm. Sabah saçım olmasa elə də olacaq. Yəni, elə də qəbul edəcəm. Həyat elə də olmalıdır. Neçə evladınız var Edat mənim? Mənim 2 evladım var. Almaz xanım, sizin cüt yaşlı olduğunuzu, cüt evladınızı, ümumiyyətlə həyatınızda olan hər bir rəqəmin cüt olduğunu görüldü. Cüt yaşım var. Cüt günü anadan olmuşam. Aprelin 22-si. Düz dedi. Cüt 2 evladım var. Yəni, bunlar düz dedi Almaz xanım, amma nəsə çox şey düz dedi. Nəsə belə bax köynəyəcən düz dedi. Biraz adam şübhəli qaldı ki, bunu hardan bu qədər bilir. Yəni, Almaz xanım dediyi ağ köynək, bəlkə mən bura gələndə mənə görüb ola bilər, amma mənə gəlir ki, yəni bu dəqiqliklə demək biraz şübhəli qalır. Bir dəqiqə elə bil ki, ağ saruşqada görəm o insanım. Edat mənim, bizi 3-cü tur gözləyir və bu turda ekspertlərimiz sizin foto şəklinizi seçib göstərməlidirlər. Necə düşünürsünüz? Onlardan hansı sizi tanıyacaq? Yəni tapacaq məchul olaraq? Mənə gəlir ki, elə hamısı tanıyacaq. Ona görə ki, nə var onu da dedilər və orada şəkillərin arasında bilmirəm kim var, kim yoxdur, amma mənə elə gəlir ki, tapacaqlar. Yəni, şəkildən sonra bilinəcək ki, əgər bunlar dediklərini düz deyibsə, bundan əlavə də indi biz ictimaiyyətdə olan insanlarıq da azdan çoxdan tanıyırlar, ona görə mənə gəlir uyğunlaşdıracaqlar. Ekspertlər veriliş boyu Ədalət Şükurovu araşdırdılar. Xüsusi bacarıqlarından istifadə edib müğənninin keçmişi, bugünü və gələcəyi haqqında məlumat verdilər. Ailəsindən, övladlarından və yaşadığı problemlərdən danışıb, hətta bəslədiyi balaca rikkisini belə müəyyən etdilər. Onları qarşıda daha məsuliyyətli tapşırıq gözləyir. Ekspertlər haqqında danışdıqları məchulu son turda tapa biləcəklərmi? Ardınca biləcəksiniz. Verilişin əvvəlində ekspertlərə inandığını vurğulayan Şükurov bütün veriliş boyu onları diqqətlə dinlədi. Onun haqqında danışılanları bəzən təsdiqlədi, bəzən şübhə etdi. Veto hüququndan istifadə edib danışılanlara qadağa qoydu. Mən istəmirəm bu mövzu haqqında danışsınlar nəsə. Dayandırın verilişi. Məchulu son turda foto şəkili ilə tapmalı olan ekspertlər görəsən bu tapşırığın öhdəsindən gələ biləcəklərmi? İndi biləcəksiniz. Məchulu tapın şousuna baxırsınız, mən sonuncu, yəni 3-cü turu elan edirəm. Hörmətli ekspertlərimiz, qarşınızda 10 məşhurun şəkili var və bilirsiniz ki, bizim məchulun da həmin şəkillərin arasındadır. Bu turda sizə verilən 1 dəqiqə vaxt ərzində siz o şəkli seçib bizə göstərməlisiniz. Beləliklə, vaxt getdi. Ekspertlərimiz sizə verilən vaxt sona yetdi. Xahiş edirəm, hər kəs seçdiyi şəkli bizə göstərsin. Murad, sizdən başlayaq. Ədalət Şükurovu seçmişsiniz. Bəli.
Niyə düşünürsünüz ki, məchul Ədalət Şükürovdur? Deməli, olunan testlərə əsasən düşünürəm ki, Ədalət müəllimi olmalıdır. Çünki yəni %90 bu xarakter forması Ədalət müəllimə, yəni tanıdığım üçün də daha əmin oluram ki, yəni Ədalət müəllimi olması daha ehtimaldır. Təşəkkür edirəm Teymur müəllim. Sizin də seçiminiz Ədalət Şükürovdur. Mən dediyim əlamətlərə istər psixoloji cəhətdən, istər fizioloji cəhətdən uyğun gələn yeganə şəxs Ədalət Şükürovdur. Ya həm boyuna, həm yaşına, həm çəkisinə, həm peşəsinə, həm düşüncə tərzinə görə. Çünki mən qeyd etdim ki, bu şəxs üçün Azərbaycan dili yeganə işlək dil deyil. Mən bildiyim qədər Ədalət Şükürov uzun müddət Sankt-Peterburqda yaşayıb və rus dili onun üçün ikinci ana dili kimi işlək dil olub. Tamamilə doğru. Yəni bunu o yazısında da büruzə verdi. Bir-iki səhv var idi. Deyim ki, nədə büruzə verdi? Deməli, günəş sözündə G hərfinin əvəzinə Q hərfi yazmışdı. Günəş yazmışdı. Hə, ona görə. Buna görə, bəli, hesab elədim ki, o rus dili işlədən şəxsdir. Təşəkkür edirəm Teymur müəllim. Almaz xanım? Mən onu deyə bilərəm ki, mən bu insanın əşyalarından özümə o qədər bir enerji aldım ki, demək olar ki, qoysaydı saatlardan mən bu insan haqqında deyərdim. Yəni, mən bu insanı, necə deyim, çox elə bil ki, doğma bir insan. Dəhşət də özü enerjili insandır o adam. O insandan enerjini yüksək səviyyədə götürə bildim. O hətta deyə bilərəm ki, o əşyalarını verəndə də belə eləyib verib. O istər-istəməz onun bədənindən o enerji çıxıb. Bəli, yaxşı adamlar hamı elə. Məchul Ədalət Şükürov. Bəli, 100%. Təşəkkür edirəm Gülay xanım. Düzdür, mən Bəhram Bağırzadə və Ədalət Şükürov seçmişsiniz. Şükürov, amma İkisinin arasında oxşarlıq var. İkisinin arasında oxşarlıq, amma aldığım, yəni 100% qərar verə bilərəm ki, yəni burada hərfə görə oxşarlıq çox gördüm. Amma seçim olaraq keçmişi və sabahı yazdığım və aldığım məlumata görə bir də burada öz A hərfi, bir də burada 2-2. Bu Ədalət müəllimi ola bilərdi. Yəni, mən buna əminəm ki, budur. Amma ikisinin arasında seçimdə sonra bir şeyi qaçırtmışdım. Baxıram ki, bu Ədalət müəllimi. Təşəkkür edirəm Gülay xanım və Vahid müəllim. Mən də burada iki şəkil çıxartdım və mən hesab edirdim ki, bu iki şəxs arasında oxşar cəhətlər var və kifayət qədər ikisi də tanınmış insanlar, şəxslərdir. İkisinin də kifayət qədər hörməti var. Daha çox burada nəyə görə mən ədalət və üstünlük verirəm? Çünki Bəhram bəyin çəkisi həm həddən çoxdur ona nisbətdə, yəni təxminən 100 kilo olar bu. Sonra biraz boy da hündür görsənir bunda, hündür boy insandır və eyni zamanda Ədalət bəy Bəhram bəyə nisbətən daha mülayim, daha jestlidir, daha ürəyi yumuşaqdır. Və nəticə olaraq düşünürsünüz ki, bizim məchul Ədalət Şükürovdur. Və çox intuitiv adamdır, həm də o nöqteyi nəzərdən. Təşəkkür edirəm Vahid müəllim. Ekspertlərin seçimi ilə tanış olduq, indi isə əsl məchulu təqdim etmək vaxtıdır. Salam, bir də Ədalət müəllim, bayaqdan dinləyirsiniz ekspertlərimizi. Sizin haqqınızda olduqca müxtəlif məlumatlar verdilər və geniş məlumat çatdırdılar bizə. Buyurun, indi qarşınızdadır. Nə demək istəyirsiniz, onlara deyə bilərsiniz. Bilirsiniz, Fidan xanım, hər bir kəs burada əyləşən özünə görə professionaldır öz işində. Mən onu 100% əminliklə deyirəm. Murad müəllim maşallah da elə çəkdiyim şəkillərə baxa dedi. Bizim hörmətli kriminalist də Teymur müəllim. Və Teymur müəllim nə lazımdır, elə yazıya baxdı. Bizim Kiramant o da sizin əl cizgilərinizə baxdı. Bəli, bu çətin bir şeydir. Yəni, əllə oxumaq bu, belə deyək də, ayrı bir, necə deyəm, aləmdir. Bunu gərək biləsən, hiss eləyəsən, duyasan, nəinki kitablarla olan bir şeydir. Almaz xanım da maşallah da o qədər danışdı, dedi, hər şeyi belə necə var, elə də dedi. Amma sizdə bir şübhə yaratmışdı sanki Almaz xanımı dedikləri. Almaz xanım dedi, köynəyin ağınacan dedi də, bundan artıq ona görə biraz belə şübhəli qaldı, açığı deyim. Və xanım da ki, çox sağ olsun,
Yəni öz yazısı var, mən gördüm öz hərfləri ilə nəysə. Çox sağ olun hamınıza deyirəm və hamınıza can sağlığı arzu edirəm və həmişə də belə professional qalın öz işinizdə. Biz də sizə təşəkkürümüzü bildiririk ki, vaxtınızı ayırdınız, bizim layihədə iştirak etdiniz. Biz isə sizinlə sağollaşırıq. Gələn həftə eyni vaxtdan görüşmək ümidi ilə. Hələlik.